Bakıda gənc qız yıxılaraq ağır xəsarətlər alıb. Hadisə iyunun 1-i saat 09 radələrində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Aqilə Həsənova yaşadığı 3-cü mərtəbədəki mənzilin pəncərəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Aqilə Həsənovanın vəziyyəti ağır qiymətləndirilir, faktla bağlı araşdırma aparılır. Qaradağ rayon Lökbatan qəsəbəsində suyun verilməsində iyunun 2-dən 4-ü günü orta saatlarına qədər fasilə olacaq. Bu barədə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti son dəqiqə məlumat yayıb. Buna səbəb isə yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləridir, deyə məlumatda açıqlanıb. Kürdəmir rayonunda 15 yaşlı oğlan vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib. 2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlanla Verdiyevin meyidini yaxınları evin həyətindəki yardımçı təsərrüfat daşları ediblər. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin asan xidmət səlahiyyətləri artırılır. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana görə şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyata olmasına dair arayışı asan xidmət verəcək. Qeyd edək ki, Səhiyyə Nazirliyi göstərilən xidmətin asan xidmət mərkəzlərinin həyata keçirilməsini təmin etmək üçün vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin edəcək. Fövqəladə Hallar Naziri General Polkovnik Kəmaləddin Heydərov rəislərin yerini dəyişib. Qaynar info xəbər verir ki, nazirin müvafiq əmri ilə Polkovnik Vüqar Qüdrətoğlu Ağayev Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi vəzifəsindən azad olunaraq Şimal-Qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. Şimal-Qərb Regional Mərkəzinin rəisi Polkovnik Ceyhun Babayev isə Muğan Regional Mərkəzinin rəisi təyin olunub. Məlumatı Nazirlik təsdiqləyib. Xəbər verdiyimiz kimi ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində qaynata Adıgözəl Məmmədov gəlini Gülizar Məmmədovanı qətlə yetirib. Məlumata görə qətlin təfərrüatı barədə Moderna saytı qonşulardan məlumat alıb. Bildirilib ki, qaynatanın gəlinini öldürmə səbəbi müavinət kartını mənimsəmək istəməyi olub. Qonşuların sözlərinə görə bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr düşüb. Adıgözəl Məmmədov gəlinini birgə yaşadıkları evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb. Gəlinindən müavinət kartını almaq üçün iyunun 1-i uşaqların beynəlxalq müdafiəsi gününü bəhanə edərək evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qaynatası onun arxasınca gələrək liftə bıçaqlayıb. Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar. Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb səs-küyə çıxıb gördük. Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Məmmədovun 60 yaşı var. Öldürdüyü gəlini Gülizar Məmmədovanın isə 31 yaşı olub. Mərhumun 2 övladı qaldı. Yeni tikilən Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib. Bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov qərar imzalayıb. Qeyd edilib ki, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli Füzuli Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib. Bu qərar Azərbaycan qanunları, Prezidentin və Nazirlər Kabinetinin aktları ilə ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azad edilən nəqliyyat vasitələrinə şamil olunmur. Qərar 2026-cı il 2 iyun tarixindən qüvvəyə minir. Cədvəli təqdim edirik.